أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد بن عبد الله ثم صل على علي أمير المؤمنين وعلى فاطمة سيدة نساء العالمين وعلى ولديه وصبتيه الحسن والحسين سيدي شباب أهل الجنة وعلى الأئمة من ولد الحسين علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف الحجة القائم المنتظر المهدي حججك على عبادك وأمنائك على بلادك يا رب صل عليهم صلاة تامة زاكية نامية ما دامت السماوات والأرضون عباد الله أوصيكم ونفسي بتقوى الله. Muhterem müminler, muhterem mümineler, evvel özümü ve sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allah bizləri, sizləri imanlı, təqvalı insanlardan qərar versin. Son nəfəsimizə qədər ağlımızı, sağlamlığımızı əlimizdən almasın inşallah. Sağlam ağılla, sağlam təfəkkürlə, sağlam bədən üzvləri ilə son anımıza qədər ona ibadət, itaat eləməyi bizlərin hamısına nəsib eləsin inşallah. Allah xəstələrimizə şifa inayət eləsin. Şəhidlərimizi rəhmət eləsin. Əskər balalarımızı düşmən şərrindən hifz eləsin. Allah bir daha bizləri müharibə odu ilə imtihan eləməsin. Allah subhanahu və taala İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Allah bizləri ağanın zuhuruna hazır olanlardan qərar versin inşallah. Aqibətimizi, ahirətimizi xeyirli və izzətli qərar versin inşallah. Bu qardaşa yol verin, düzəldin, otursun orada. Allah bu qəhrəman qazilərimizə də can sağlığı versin, onlara şifa inayət eləsin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi ucalı bir salavatla yad edilir. Əzizlər, əməli icra eləmək nə qədər çətin olsa da, amma icra olunmuş əməli qoruyub saxlamaq ondan da çətindir. Sədəqə vermək rahatdır. Amma verdiyin sədəqəni qoruyub saxlamaq, onu minnət qoymamaq, onda riyakarlıq eləməmək, xalis niyyətlə onu verib saxlamaq nədir? Ondan da üstündür. Ona görə də baxın, mən İmam Baqir əleyhissalatu vəssalamdan bir rivayət sizin üçün yazmışam, onu qısa şəkildə oxuyub, qısa şərh eləyəcəyim sizin üçün. İmam Baqir əleyhissalatu vəssalam deyir, Əl-ibqa'u aləl-əməl əşəddu minəl-əməl. Əməli qoruyub saxlamaqlıq, bir işi görmüsən, onu qoruyub saxlamaqlıq, əməlin özündən daha çətindir. Pulum var, rahatdır, sədəqə verdim. Amma onu qoruyub saxlaya bilirəm. Ravi sual verir. İmamdan bu sözü eşidənin diqqətini cəlb edir bu söz ki, əməli qoruyub saxlamaq əməldən nədir? Daha çətindir. Deyir, وَمَا الْإِبْقَاءُ عَلَى الْعَمَلِ Ay Peyğəmbərin oğlu, əməli saxlamaq, qorumaq nə deməkdir? Deyir, قَالَ يَصِلُ الرَّجُلُ بِصِلَةٍ وَيُنْفِقُ نَفَقَةً لِلَّهِ وَحْدَهُ لَا شَرِيكَ لَهُ فَيُكْتَبُ لَهُ سِرًّا Deyir, bir insan öz qohum əqrabalarını ziyarət edir, onlara bir hədiyyə verir, bir yaxşılıq edir və yaxud bir kasıba bir nəfəqə verir, bir sədəqə verir, bir yetimi sevindirir. İnsan bunu icra eləyən vaxtı Allaha xatir eləyəndə Allah onu gizli nəfəqə, gizli əməl sırasında yazır. Çünki bilirsiniz ki, gizli əməl niyə? Yəni gizlində olunan əməl bizim dinimizdə də aşkarda olunan əməldən qat-qat savab cəhətdə nədir? Daha üstündür. Sədəqə də gizlində veriləndə aşkarda verilən sədəqədən daha nədir? Daha üstündür. Ki hədislərdə var, sadaqatü's sir tutfi'u ghadabar Rabb.
Gizlində verilən sədəqə Allahın qəzəb odunu nə eləyir? Söndürür. Gizlində verilən sədəqə. Aşkarda verilən sədəqənin savabı yoxdur, var, amma gizlində daha üstündür. İmam Baqirdən bu sual verənə deyir ki, insan öz qohum əqrabasına bir yaxşılıq eləyir, onları ziyarət eləyir. Bir nəfəqə, bir sədəqə, bir şey verir. Allah onu yazır, nədir? Yaxşı əməl, sirli, gizlində olunan yaxşı əməllər sırasına. Yazdı. Sonra hədis nə deyir? ثُمَّ يَذْكُرُهَا Sonra biraz kesir nə eləyir? Başlayır insanların yanında ondan danışmağa. Deyir, mən filan qohumum var idi ya. Ona mən çətin vəziyyətdə idi. Getdim onu ziyarət elədim. Ona bir məvacib verdim. Filan kasıb var deyə ona sədəqə verdim. İmam deyir, bu o yaxşılıq ki etmişdi, Allah onu yazmışdı, gizli əməllərin sırasında, gizlində olan əməllərin savabını vermişdi. O siyahıdan onu çıxardır, gətirir, qoyur harada? Aşkarda olunan əməllərin siyahısında. Artıq sən bunu aşkar elədin. Bir dəfə danışdın. Diqqət edirsiniz. Sonra imam nə deyir? Deyir, ثُمَّ يَذْكُرُهَا Sonra yenidən indi ikinci dəfə yenə danışır. Başqa bir məclisdə yenə bəh-bəh yenə danışır. İkinci dəfə yenə də danışsa o barədə, deyir, فَتُمْحَا فَتُكْتَبْ لَهُ رِيَاءً O, ümumiyyətlə o əməl dəftərindən silinir, onun üçün riya ilə icra olunan əməl kimi qeyd olunur. Diqqət edin, vallahi qorxulu deyək. Bir dəfə elədin bu işi yaxşı, Allah yazdı onu, istəyir sənə ən kamil əvəzi versin. Danışdın, biraz mərtəbəsi düşür. Bir dəfə danışmışsan. İkinci dəfə danışdın onu, deyir, elə bir ki, bunu eləməmişsən. Riya kimi onu qeyd eləyir Allah, riya kimi. Məsələn, birinə sədəqə verirsən, gizlində, ən gözəli odur ki, sus, danışma, sən Allaha vermirsən. Ona görə də Quran-ı Kərimdə ayə nə deyir, sizin verdiyiniz sədəqəni və yaxud sizin verdiyiniz qurbanları ilk dəfə kim qəbul edir? Allah. Təhvil ver Allaha. O bizdə, mən həmişə bu mənbərdən bir neçə dəfə demişəm, deyir, yaxşılığı elə at hara? Dəryaya. Balıq bilməsə də, xalıq bilir. Biz o Allahın bəndələriyik ki, o sirri də sirdən də sirlini biləndir. Ürəkdən, qəlbdən keçəni səndən qabaq biləndir. Bu əməli eləmişsən, Allah deyir, onu qoru. Qorumağın vasitəsi nədir? Ən gözəl üslubu, danışma o barədə. Yaddan çıxar. Cəmaat desin, filan kəs işi gördü, filan, bilinməsin heç bunu sən eləmişsən. Bir yerdə danışdın, savabını azaltdın. İkinci dəfə danışdın, əməli puç elədin, elə bil od gətirdin, od vurdun, yandırdın, heç elədin. Riya ibadəti odunu yandıran kimi yandırar. Belə od yandırır. Necə od yandırır odunu? Elə riya nə eləyir adamın ibadətini, əməllərini puç eləyir. İnsan bəzən nədir? Bəzi möminlər diqqətsizlikdən bunu eləyirlər. Məqsəd o deyil. Amma əziz qardaşlar, bu imamın bu sözü bizim üçün həyəcan təbili olmalıdır. Bir iş görmüşüksə, demə bunu. Saxla, Allaha görə elə onu. Gör onun əcri nə qədər olar. Bir dəfə dedin, ikinci dəfə, bəziləri belə, filan kəsə mən köməklik elədim. Bilirsiniz, o xəstə idi. Bəziləri də, bax, cəmiyyətdə bu sözü çox eşitmişsiniz də. Mən olmasaydım, filan kəs indi ölmüşdü. Sən özünü nə sayırsan? Allahsan sən, nəuzubillah. Sən olmasaydın, filan kəs ölmüşdü. Bu ifadə küfrə bərabər bir dənə ifadə deyək ki, mən olmasaydım, filan kəs ölmüşdü. Demir, ilahi şükür sənə ki, sən məni müvəffəq elədin. Mən o pulu, nə bilim, harama da xərcləyə bilərdim. Sən məni götürdün, apardın, nə elədin? Yönəltdin ki, mən sənin yolunda bunu xərclədim. Mən olmasaydım, filan kəs ölərdi. Bu ifadədir. Ona görə əziz qardaşlarım, möhtərəm möminlər, möminələr, xeyr iş görməklik yaxşıdır. Yetimə əl tutmaqlıq yaxşıdır. Amma minnətlə etdiyin işin heç bir dəyəri yoxdur. Allah Quran-ı Kərimdə deyir, verdiyiniz sədəqələri nə eləməyin? Minnətlə zay eləməyin, batil eləməyin. Bu çox gözəl tərbiyəli bir rivayətdir. Bunu bu günləri yadımızda saxlayaq ki, əməli qoruyub saxlamaq əməlin özündən daha çətindir. Çalışay, əməli icra eləyək və onu qorumağı bacarayıq.
qorumağı bacarayıq. Çünki Allah bizdən əməl istəyir, lakin hər əməl istəmir. Allah salih əməl istəyir, xalis niyyətlə o əməli istəyir. İnanın ki, bir insan yalnız və yalnız Allaha görə iş görsə ya, Allahın itaətində durmaq üçün iş görsə, Allah o bəndəni o qədər uzaldır ki, onun nəfəsində də bərəkət olur. Onun ömründə də bərəkət olur, onun sözlərində də bərəkət olur. Vallah, mən bir hədis-i qüdsünü bir neçə dəfə demişəm sizə ki, hədis deyir, Abdi ati'ni, mənim bəndəm, mənə itaət elə. Təkun məsəli, əgər mənə doğru düzgün ibadət itaət eləsən, mənim misalım olarsan. Yəni, mənim yer aləmində mənim cəmiyyətə təyin etdiyim bir nümunəyə çevriləcəksən. Aqulu li şeyin kun fəyəkun, təqulu li şey kun fəyəkun. Mən bir şeyə var eləyəndə deyirəm, olur, sən də elə qüdrət verərəm sənə ki, sən də bir şey istəyəndə deyərsən, olacaq. İsa Allah deyildi ki, Allahın oğlu deyildi ki, biz bu etiqadda deyilik ki. İsa Allahın qulu idi, bəndəsi idi. Lakin Allahın izni ilə nə eləyirdi? Üfürürdü. Bir kör gözü nə edirdi? Bərpa edirdi. Bu itaəti ilə o məqamı əldə eləmişdi də. Allah onu fərqləndirməmişdi ki, boş yerə. Fərqləndirmədə bir imtiyaz olsun ki, fərqləndirsin. Belə deyir. Birdən əgər imtiyaz yoxdursa, Allah onu bizdən seçib bəyənibsə, bu zülümdür. Bu zülümdür də. Biz Allahın ədalətinə inananlar deyirik ki, nədir? Məsumlar da, peyğəmbərlər də o imtiyazı öz əməlləri ilə qazanıblar. Allah onlarda o ürəyi görüb, o sadiqliyi görüb onları ucaldıb. Yox ki, boş yerə bizim peyğəmbərimizi eləyib, peyğəmbər bizi eləyib belə. Biz bu əqidədə deyilik. İnsan öz zəhməti ilə ucalır. Bəzən nədir? Bax, insan öz əməli ilə ucaldı, İsa kimi. Allahdır ölünü dirildən, həyat verən, amma Allahın izni ilə İsa bunu elədi. Ağac tərpənməyən bir şeydir, cansızdır da belə, külək onu tərpədə bilir, o da Allahın qüdrətidir. Amma Allahın qüdrəti ilə Musa Peyğəmbərin əlində olan əsa çevrildi ilana, əjdahaya. Allahın istəyidir də. Oldu, Musanın əlindəki əsa. Oldu nə? Musa özü oldu Kəlimullah, onun elədiyi möcüzə də. İndiyə qədər də bax bu. Hələ bu peyğəmbərlərdir, amma adi insanlar olub ki, vallah, övliyalar olub ki, öz paklıqları ilə, ixlasla gördükləri əməllərlə ucalıblar, elə məqamlara ucalıblar ki, insan onlar barəsində xatirələr oxuyanda təəccübə gəlir. Allah rəhmət eləsin Həsənani Nuxudəki, böyük arif alimlərdən olub. Bir xətib nəql edir, alim nəql edir alimdən. Bu qissəyə qulaq asın. Deyir, mən böyük xətib, yəni xətib idim də, deyir, mən cəmaata belə necə ki, indi biz burada danışırıq, o da bir xətib olur. Məscidlərdə gedirdim, moizə edirdim, cəmaata moizə edirdim. Mənim moizəmdə də, deyir, böyük alimlər də gəlib iştirak edirdilər. Bəzi alimlər özlərini tərbiyə eləmək üçün, baxmıyorum, məndən bu az bilir. Mən aliməm, yox. Gəlir, dizim bükür, bəlkə bir dənə söz eşitdim. Aydındır. Biz Həzrət Əlidən nəql eləyirlər. Deyir, Həzrət Əli əleyhissalam kimi fəsahətli kişi olub. Seyyidül Büləğa olub da. Dəhşət olub. Amma deyir, hərdən öz o nökəri qəmbərə deyərdi ki, qəmbər, mənə moizə elə. Deyərdi ki, sən moizə eləyim, mən kiməm? Deyir, yox, qəlb, ürək, bu qulaq moizə eşitməsə, yaxşı söz eşitməsə nə olar? Cızığından çıxar. Yox, mən eləyirəm, sən də məni moizə elə. Həzrət Əlidə təvazöyə bax, qəmbər, mənə moizə elə, ay kişi. Deyir, Nuxudəki, mənim deyir, mənbərimdə, aşağıda oturanlardan böyük alimlər vardı. Onlardan biri də Həsənəli Nuxudəki idi. Arif olub, böyük alim olub. Çox savadlı müctəhid olub. Deyir, nədir? Oturardı, mənə qulaq asardı. Adəti bu idi ki, mənim söhbətim bitən kimi Həsənəli durub gedərdi. Deyir, günlərin birində mən söhbəti elədim, düşdüm mənbərdən, gördüm, oturub bu. Çox oturdu da, adət belə deyil. Onların vaxtdakı məhdud olur. Bu qədər oturmamalıydı. Deyir, mən qutardım, işarə elədi ki, biz səndən bir dəqiqə söhbət edə bilərəm, dedim, buyur. Yaxınlaşdım, deyir, buna, oturdum, ağa, nə var, nə yox, cürətimi də əfv elə, sənin yanında oturdum, söhbətlərim falan, deyir, yox. Sən çox gözəl, alim və gözəl, salih insansın. Mənə də görüm. İndi gecə namazı barədə söhbət edir. Deyir, ibadətlər ki, yerində bilirəm, amma gecə namazını nə üçün qılmırsan? Gecə? Niyə durub gecə Allaha ibadət eləmirsən?
Baxdım, xəcalət çəkdim bundan. İndi mən də oturmuşam burada moizə eləyirəm də cəmaata, deyirəm ibadət yaxşıdır, falan yaxşıdır. Xəcalət çəkdim, amma dedim açığını deyəcəyim sənə, ağa, oyana bilmirəm. Elə oyanıram, sübh namazımı qılıram, yatıram. Deyir, oyana bilmirəm. İndi bu hadisəni bura bax, deyir, təbəssüm elədi, baxdı mənə. Dedi ki, bu gecədən ibarət. Gedirsən evə, yatmazdan qabaq öz yastığıva deyəsən ki, Həsən Əli dedi ki, məni sübh namazına oyatsın. Öz balışıva deyəsən, Həsən Əli dedi, məni sübh namazına oyatsın. Baxdım buna danışır. Gəldim evə, deyir, yatanda yadıma düşdü. Dedim, Həsən Əli mənə dedi ki, sübh namazına məni oyadasın. Üzr istəyirəm, gecə namazına məni oyadasın. Gecə namazına məni oyadasın. Bir bəli, gecə namazın vaxtıdır, bir də gördüm, elə bildim ki, nədir? Belə mənim balışım sirkələndi, mən oyandım. Dedim, ilahi, bu nə möcüzə idi, bu nə iş idi? Bir gün, 2 gün, 3 gün, 4 gün, hər gün oyandıram. Deyir, günlərin birində yox, dedim, mən bu yastığı cırıb bunun içinə baxacağım. Nə var bunun içində? Açdım, bu yastığı görəm, boş, pambıq deyir, nə yoxdur bunun içində. Amma baxın, nəfəsə. İnsan Allahla nə qədər pak nəfəs olur. Adi bir söz ona deyib. Əzizlər, bax, biz də əgər xalis niyyətlə, Allah yolunda özümüzü saf niyyətlə tərbiyə eləyə bilsək, hər şeyi Allaha görə eləməyi bacara bilsək, riya eləməsək, elədiyimizi orada, burada deməsək, vallahi biz bir söz harda olarıq. Amma biz müminlər də var, məclisdə bir dənə çöp verən kimi, 10 dəfə soruşur, mənim verdiyim xalça niyə yoxdur axı? Mən istəmişdim ki, o burada qalsın, siz onu orada niyə qoymusunuz? Baxıram, ay pərvərdiyə, şükür sənə. Bu məscidin bu küncündə qaldı, o küncündə qaldı. Sən demək görmək istəyirsən, sənin xalçan hardadır? Sənin xalçan məsciddə o küncdə də qoyulsa, bu küncdə də qoyulsa, imamın namaz qılındığı yerdə də qoyulsa, haman əcirdir. Amma sən niyə onu dilə gətirsən ki, bunu mən gətirmişəm ha? Məsciddə mən falan şeyi vermişəm ha? Məhv elədin də onu. Yoxa çıxartdın o əməli sən. Əl-ibqa'u aləl-əməl əşəddü minəl-əməl. Bu söz İmam Baqirin sözü. Əməli qoruyub saxlamaq, əməldən də nədir? Çətindir. Allah bizi əməllərimizi xalis niyyətlə Allaha xatir icra edənlərdən qərar versin. Və icra etdiyimiz əməlləri qoruyub saxlayanlardan bizi qərar versin. Dünya vallahi müvəqqətidir. Vallahi o qədər bir-birimizi burada görmüşük, doğmalaşmışıq, gün-gün baxırıq bir-birimizə. Amma elələri də olub və burada oturub bizim aramızda indi yoxdurlar. Allah onların ruhlarını şad eləsin. Allah bizə də sağlam yaşayıb, sağlam əmanəti Allaha təhvil verməyi nəsib eləsin inşallah. Allah bura cəm olanlara, hamınıza can sağlığı inayət eləsin. Xəstəliklərlə bizləri imtihan eləməsin. Xəstələrimizə şifa versin. Allah bir daha bu şəhidlərimizin anım günlərində onları qürurla, fəxrlə, hörmətlə yad eləyək və hamımız bir dillə deyək, Allah şəhidlərimizi rəhmət eləsin. Allah onların ruhlarını şad eləsin. Allah qazilərimizə şifa versin. Allah aqibətimizi, axirətimizi xeyirli və izzətli qərar versin. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir, Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkulləhu kufuvan əhəd. Amennə billah, sadaqallahul aliyyul azim. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və barakatuhu.